Choose the correct sentence. Düzgün cümləni seçin. Many students enjoys reading in the library. Mübtəda xəbər uzlaşmasına diqqətə alaraq mübtədamızın cəm, xəbərimizin isə təkdə verildiyinə görə A variantı yanlış qeyd olunur. A lot of students enjoy reading in the library. Çoxlu tələbələr kitabxanada oxumaqdan zövq alır. B variantı doğru cavabımızdır. Çünki a lot of-dan sonra cəm isim, xəbərimiz də cəmdə qeyd olunmuşdur. A lot of students enjoys reading in the library. C variantındakı yanlışlığımız qeyd olunur ki, enjoy-u S qəbul etməsinə görə. Çünki qeyd edək ki, mübtəda cəmdədir, xəbərimiz isə təkdə qeyd olunub. Much students enjoying reading in the library. D variantındakı yanlışlıq. Muchdan sonra sayıla bilməyən isim istifadə oluna bilər, sayılan cəm ola bilməz və enjoying deyə tək başına xəbər düzgün hesab olunmur. Y variantında much students enjoy reading in the library. Muchdan sonra cəm isim istifadə edə bilmirik deyə Y variantı yanlışdır. Doğru cavabımız B variantı götürülür.